sizə, Gülqanə xanıma təşəkkür edirəm. Mən burada tədbirə dəvət etdiyinizə görə. Yəni, mən də ürək ağrısı ilə izlədim filmi. Çox təsirləndim mən də bu filmi izləyəndə. Yəni, eyni hadisələri biz yaşamışıq. Yəni, orada öz ailəmin yaşadığı duyğuları ananın dilindən eşitdi mənə. Yəni, o an ananın, o oğlunun gətirilən anını canlandıranda, yəni, bütün mən bilmirəm. Yəni, hiss elədim onu. Bütün zərrələrimlə hiss elədim onu. Yəni, çünki biz bunu yaşamışıq. Mən sizə təşəkkür edirəm bu təşəbbüsünüzə görə. Mən sizə minnətdaram bu layihəyə imza attığınız üçün, bu işi çiynimizə aldığınız üçün. Bilirsiniz, bu mənəvi qazancı olan bir işdir. Burada heç bir qazancı yoxdur. Burada ancaq mənəviyyat, burada bir vətəndaşlıq borcudur. Bunu da hər kəs bacarmır, bunu çiynini almağı, bu işə imza atmağı, bu çəkilişləri eləmək də çox ağırdır, bunu araya ərsəyə gətirmək də ağırdır, amma hər kəsin vətəndaşlıq borcudur. Yəni, siz də bunu layiqincə yerinə yetirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Bəli, şəhidlərimiz unudulmamalıdır, şəhidlərimiz həmişə yaşamalıdır. Mən, qardaşımız bir söz işlətdi. Şəhid anası danışır. Qardaşımız qeyd elədi ki, şəhidləri ayırmaq olmaz. Bəli, mən razıyam bu sözlə. Sadəcə bilirsiniz, biz tədbirləri, mən belə hesab edirəm ki, tədbirləri başlayanda 91-dən 2020-dən yox, 200 illik tariximizdən başlamaq lazımdır ki, ermənilər bizi ilə 50 ildir, 30 ildir yox, 200 ildir biz bu müharibəni yaşayırıq. Bizim Bakı soyqırımı, Quba soyqırımı, Şirvanda, Hacıqabulda, Şamaxıda soyqırımı, Qərbi Azərbaycandan gələn, yəni tariximiz böyükdür. 91-dən başlanmır, 88-dən başlanmır bu hadisə. Yəni, sadəcə biraz bilmirəm nəyə görə bu baş verir. Əslində hamımız bu tarixi bilirik. Hamımız bilirik, bilmədiyimiz bir şey deyil. Biraz düşünürəm ki, tədbirlərdə bu təqdimatı 200 ildən başlasalar, bu söhbətlər, yəni, bu, yəni, ayrı-seçkilik də deməzdim. Bilmirəm bu nədən baş verir. Bilərəkdən olur, bilməyərəkdən olur, bilmirəm. Amma yəni, belə hesab edirəm ki, biz bilmirəm, unutqanıq ondandır. Ermənilər bizdən daha... Mən məsəl üçün həmişə deyirəm ki, biz gərək yatmayaq da, arxayın olmayaq ki, biz qələbəni qazanmışıq. Mən düşünürəm ki, biz daha da ayıq olmalıyıq ki, bunu... Çünki bizim düşmənimiz mənfurdur, heç vaxt yatmır da, onlar həmişə işləyirlər. Bizi həmişə arxadan vurmağa onlar hazırdılar, rahat. Yəni, bu xəyanəti həmişə bizə edə bilərlər. Yəni, bu qədər yenə də sizə minnətdaram, yenə də bütün şəhidlərimizə minnətdaram.